Ən nifrət etdiyim şeyləri sıralayıq uşaqlar. Ayaq idi bu. Ayaq zibil ayaq iynə də la. İğrənc. Üstə qoyaram. İlk üstə girər də yəni rahat. Ayaqqabı ağızlığımın asılması. Çox nifrət eləyərəmmi? Çox da belə dəhşət rage keçirmərəm də. 7-yə qoyaram. Otağın dağınıq olması. Biri mənim otağımı dağıdır, yoxsa mən özüm öz otağımı dağıdıram. Özüm öz otağımı dağıdıramsa problem deyildir. Prosto 8-ə qoyaq da yəni. Yerə zibil atan adamlar. Yerə zibil atan adamlar var ha. Yəni özlərini hörmət eləmirlər də konkret. 2-yə qoyuram. Görəndə əsəbləşmə yəni. Yerin içində, yer dediyim yatağın üstündə yemək yemək. Sonra qırıntısı mırıntısı taşıyır. Ay zibil. 5-ə qoyaram. Nədir bu? Nədir ki bu? Tək oturmaq, yəni tək olmaq. Hə, ayağın şeyə qoyanlar. Hə. Belə adamlar həqiqətən çöldə bir dənə yağış yağmaq yağır. 6-ya qoydum bu arada. Alarım. Alarım sevən bir insan tanımıram məncə. Böyəcə 4-ə qoyacağam. Bu nədir? Nədir ki bu? Başa düşməyim ki, sal şəkli var. Nədir ki o? Lunes. Bu şey var ha, bu effekt İspanyolcadır. O görə heç başa düşmürəm də. Yəni Lunes nədir? Hazard qabın olmaması biri oldu. Okey. Uşaqlar sizdən nifrət edədiniz hansı yazın yorumlara.